Zavod bildiyiniz kimi 23-cü ildə rəsmi açılışı olub. O gündən bu yana yüksək keyfiyyətli məhsulları ilə artıq bazarda öz mövqeyini möhkəmlətməyə başlayıb. Artıq bir çox xəstəxanalarda bizim məhsulların istifadəsini görə bilərsiniz. Eyni zamanda bir çox apteklərdə bizim məhsullarımızı istifadə edə bilirsiniz. Bugün zavodumuz yerli GMP sertifikatına layiq görülmüşdür. Bu bizim için çox önəmlidir. Belə ki, bu başlanğıc nöqtəsidir. Biz bununla kifayətlənməyi də düşünmürük. Çünki bugün ölkəmizdə yaxşı istehsalat təcrübəsi sertifikatını almağımız əhalimiz üçün təbii olaraq ki, çox vacibdir. Çünki sağlamlığa birbaşa təsir edən infuziya damardaxili infuziya məhlulları istifadə edirlər və biz onu istehsal edirik. Bu məhsulların kifayətlənmirik burada dayanmağı, ona görə ki, xaricdə də bu məhsulların satışını planlaşdırırıq. Qısa müddət ərzində bir çox başqa ölkələrdə də zavodumuzun istehsal etdiyi məhsulların qeydiyyat prosesinə başlanacaqdır və onlarda da həmin ölkələrdə də bizim məhsulların satışı həyata keçiriləcək. Yaxın qonşu ölkələrdir və eyni zamanda müəyyən ərəb ölkələri var ki, onlarda satışı nəzərdə tutulur. Bizim məhsullarımızın üstünlükləri barəsində və zavodumuzun üstünlükləri barəsində sizə məlumat vermək istəyirik. Zavodumuz yüksək keyfiyyətli Avropa istehsalı olan xammal və dərman qatqılarından istifadə edir. Almanya və Avstriyadan ithal edirik. Bilirsiniz ki, dərmanların ən birinci önəmli tərəfi onların dərman qatqılarının yüksək keyfiyyətli olmasıdır və buna görə də biz ilkin mərhələdən belə deyək, artıq yüksək keyfiyyətli xammal və dərman qatqıları almaqla məhsullarımızın keyfiyyətinə bir daha zəmanət veririk. Və zavodumuzun avadanlıqları Avropanın ən qabaqcıl ölkələrindən biri olan İtaliyadan ithal olunub. Niyə ən qabaqcıl ölkələrindən deyirəm? Çünki bu istehsal xətti ümumiyyətcə dünyada əsasən 3 şirkət tərəfindən istehsal olunur və bunlar da bu 3 şirkətdən biri də bizim təchizatçı şirkətimizin istehsal elədiyi avadanlıqlardır. Avadanlıqlarımız tam avtomatlaşdırılmış, tam qapalı, tam steril avadanlıqlardır. Bu avadanlıqlarda insan müdaxiləsi olmaq şansı sıfıra bərabərdir. Hər hansısa bir insan faktoru, müdaxilə, risk bizim dərmanlarımızda, bizim istehsal etdiyimiz istehsal xəttimizdə mümkün deyildir. Məhsullarımızın su təmizləmə sistemi də eyni ilə İtaliya avadanlıqlarıdır. 24 saat suyun istehsalı müddətində 24 saat onun 24 saat boyunca durmadan fasiləsiz həmin suların analizləri həyata keçirilir, onlayn monitorinqə həyata keçirilir və bu da bizə bir daha riskin olmadığına bu mərhələdə də biz zəmanət veririk. Bundan əlavə istehsal etdiyimiz məhsullar 121 dərəcədə istehsal olunur. Bunu xüsusilə vurğulamaq istəyirəm. Niyə 121 dərəcədə? Çünki məhsullar Avropa standartlarına görə 121 dərəcədə steril məhlullar 121 dərəcədə steril olmalıdırlar və biz də tam olaraq bu standartlara cavab veririk, tam olaraq standartları qorumağa çalışırıq. Hal-hazırda müxtəlif molekullarda, tərkiblərdə olmaqla natriklor, ringer laktat, glukoza müəyyən fərqli dozalarda, fərqli faiz nisbətlərində manitol, parasitamol, metronidazol, diazolit kimi məhsullar istehsal edirik. Bundan əlavə hal-hazırda bəzi antibiotik qrupuna aid olan məhsulların da yaxın zamanlarda, önümüzdəki ay içərisində qeydiyyatının bitməsi gözlənilir. Artıq qeydiyyat mərhələsi başa çatmaq üzrədir. Onların içərisində levofloxacin, ciprofloxacin və s. bunun kimi məhsullar olacaq.